Deməli, sən elektromobil almaq istəyirsən, amma satanda onun dəyərini itirəcəyindən qorxursan. Rəqəmlərə baxaq. Araşdırmaya görə orta bir elektromobil 5 ildə dəyərinin təxminən 59%-ni itirir. Benzinli və hibrid maşınlarda isə bu rəqəm 45% civarındadır. Yəni elektromobil təxminən 30% daha sürətlə ucuzlaşır. Qeyd edeyim ki, bu rəqəmlər dünya ortalamasıdır. Bizim ölkəmizdə isə cüzi fərqlər ola bilər. Bəs bu niyə baş verir? Birincisi texnologiya. Hər yeni model daha çox məsafə, daha sürətli şarj gətirir. Ona görə də 4-5 il əvvəlki elektromobil köhnə telefon kimi görünür. Benzinli maşın isə illər keçdikcə demək olar ki, eyni qalsa da burada eyni şeyi müşahidə edə bilmirik. İkincisi, batarya qorxusu. Alıcılar bataryanın sağlamlığından əmin olmadığı üçün ona daha az pul verir. Yəni batarya köhnəldiyi üçün yox, alıcı qorxduğu üçün daha az pul ödəyir. Üçüncüsü isə tələb və təklif. Kütləvi istehsal sayəsində bazarda o qədər çox təklif yaranır ki, qiymətlər də avtomatik olaraq aşağı düşməyə başlayır. Və burada bir istisna, bütün elektromobillər də eyni deyil. Məsələn, Tesla əksər digər elektromobillərə nisbətən dəyərini daha yaxşı saxladığı bütün sürücülər tərəfindən bilinir.